Aynur xanım, bir gözəl xəbər çatıb qulağıma ki, Aynur xanımın evində xeyir işdir. Nə qədər doğru xəbərdir, Aynur xanımın qızı, mən bildiyimə görə, yaxın aylarda nişanı olacaq. Doğru xəbərdirmi? Allah hamı balasını xoşbəxt eləsin. Bəli, inşallah, inşallah. Olacaq bu xeyir iş. Düz eşitmişsiniz, yəni yalan yoxdur. Allah xoşbəxt eləsin. Gündəmdə qalmaq üçün yalan danışmırıq. Bəli, düz xəbərdir. Mənim böyük qızımdır. İnşallah qismət olarsa nişanımız olacaq. Hansı ayda? Allah bütün balaları xoşbəxt eləsin. İnşallah təzə ilin yanvar ayında mı? Yanvarda yox, aprel ayında. Aprel ayında nişandır artıq. İnşallah, inşallah qismət olarsa inşallah. İnşallah. Hər il o zaman artıq ailələr razılığa gəlib, hər şey olub. Düzgün mü anladım? Hə deyirlər, nə deyirlər ona? Bəli, yəni tanımışıq, ailə bir-birini tanıyıb. Çox gözəl, mədəni, alicənab, gözəl insanlardır. Yəni mən hərdən deyirəm ki, mən yəni bəlkə də insan elədiyi yaxşılıqların nəticəsi olur ki, gözəl insanlarla rastlaşır, gözəl hadisələr yaşayır. Yəni çox gözəl, mədəni, mərifətli, qabiliyyətli ailədirlər. Qızınız özü mü seçib, yoxsa valideyn olaraq siz? Mən bilirsiniz necə, heç vaxt o söhbə qarışmaram. Özləri Allah'a şükür, indi zamanı, hansı zamanədə yaşayırıq, maşallah olsun. İndiki gənclər bizdən çox belə hər şey gözəl ölçürlər, biçirlər, bilirlər. Allah hamının balasını xoşbəxt eləsin. Mənim balalarım da onların içərisində özü seçib, öz seçimləridir. Xoşbəxt. Neçə yaşı var qızınızın? 19-dur, 20-yə keçib. 20-yə keçir inşallah. Gələn il apreldə nişandır, toy ha vaxtda salınıb, dəqiqləşdirib, müəyyənləşdirib. İnşallah, deməyək, qoy olanda hər kəs biləcək. Eyni vaxtım olacaq. Çünki artıq xeyli vaxt var da, buradan bir 2-3 ay buradan, bir 2-3 ay oradan. Hamısı inşallah qismət. Toy yəqin elə apreldə olacaq, düzgün? Yox, o biraz çəkəcək, inşallah.